Kaş ki əvvəldən bunu bilsəydim dediyim bir mövzu ətrafında danışacağım. Hansı ki, mən də illərlə bunun fərqində olmamışam və düşünürəm ki, bir çoxlarımız bunun fərqində deyilik və həyatımızda həyat keyfiyyətimizi aşağı salacaq bu mövzunu öyrənməyə ehtiyacımız var. Məni düşündürən vacib suallardan biri budur ki, necə olur ki, bəzi insanlar həyatda uğur qazanır, bəzi insanlar isə nə etməyinə baxmayaraq həyatda uğursuz olur. Bəlkə onlar daha çox kitab oxuyurlar, bəlkə onlar vaxtını düzgün idarə etməyi bacarırlar. Niyə axı bir çox insanlar bunu sadə şəkildə etməyi bacarır? Hətta biz düşünə bilərik ki, onlar çox əziyyət çəkirlər bunun uğrunda, özlərini çox inkişaf elətdirirlər, amma bu heç də belə deyil. İndi mən sizə uğurlu insanların həyatında istifadə etdiyi bir bacarıq haqqında danışacağım. Hansı ki, mən də son vaxtlarda bunun fərqinə varmışam. Ona görə də diqqətlə videonu dinləyirsiniz. Siz də öz həyatınızla bağlı müqayisələrinizi videonu dinləyərkən edə bilərsiniz. İnana bilərsiniz ki, o uğurlu bildiyiniz insanların heç də genetik olaraq, genetik kodunda uğurlu deyə bir şey yazılmayıb. Yəni sizin potensialınız, bacarıqlarınız, özünüzü dəyərləndirməyiniz, xarakter keyfiyyətləriniz və s. bunlar heç də başqalarından əksik deyil. Sadəcə bir məqam var ki, uğursuz olan insanlar və yaxud da həyatda uğursuz olduğunu düşünən insanlar müəyyən mövzularda dərinliyə getmir. Özü ilə bağlı bəzi şeyləri düzgün araşdırmır. Nədir mənim bugün deməyə çalışdığım məqam? Düşünün ki, bu sizin enerji deponuzdur. Həmin enerji deposu demək olar ki, hər kəsdə eyni olur. Sadəcə belə bir məsələ var ki, bəzilərimizdə bu enerji deposu fərqli şeylərə həsr olunur. Məsələn, biz bundan biraz buna veririk, biraz buna veririk, biraz buna veririk. Və nəticədə bizim enerji depomuz boşalır. Bəzilərimizin bu qədər qala bilər, amma əksər insanlarda bu tamamilə boşalır və bu formada qalır. Ondan sonra biz başlayırıq danışmağa ki, mənim enerjim yoxdur, mən əlimi nəyə atıramsa düzəlmir, nə qədər həyatda çaba göstərirəmsə heç nəyə nail ola bilmirəm. Bunun səbəbi nə ola bilər? Bəzilərimiz düşünürük ki, bu falçılar tərəfindən olur, bəzilərimiz düşünürük ki, Tanrının bizə olan nifrətindən qaynaqlanır. Yəni, hərə bir məna verir. Əslində, bunun mənası budur ki, biz enerjimizi düzgün yerlərə xərcləmirik. Sən düşün ki, səhər yuxudan oyananda bu enerji depon dolu olur. Yuxudan oyananda telefona biraz baxırsan. Telefona baxanda, reels videolar izləyəndə bəlkə orada müəyyən duyğular da yaranır. Özünü kimlənsə müqayisə edirsən, başqalarının həyatına baxıb, bir də öz həyatına baxırsan və orada avtomatik bir uğursuz olma düşüncəsi, ay mən heç nə bacarmıram düşüncəsi gələ bilir və bu sənin nəfəl ruhiyyənə təsir göstərir. İzlədin reels videoları. Bir müddətdən sonra bəlkə də real həyatında nə edəcəyini bilmədiyinə görə boş-boşuna evdə gəzirsən və yaxud da gedib boş-boş dostlarınla danışırsan və yaxud da müəyyən bir vaxt keçirirsən, enerjinin bir hissəsi ona getdi. Bəlkə də 9-6 sistemində işləyən bir işdə çalışırsan və o işi də o qədər sevmirsən, sadəcə pul xatirinə işləyirsən. İnsan məna verə bilmədiyi bir yerdə enerjisini sərf edirsə, o ona daha da mənasız gəlməyə başlayır və nəticədə bu insanın həmin o deposuna da təsir göstərir və sənin o depon bir qədər də getdi ora. Axşam gəlirsən evə, işdəsənsə, yorğun halda olursan və yenə başlayırsan özünü nə ilənsə uyuşdurmağa, məşğul etməyə, bəlkə hansısa bir zərərli vərdişlərlə onunla məşğul olursan, bəlkə də ola bilər ki, zərərli vərdişim yoxdur deyirsən, ancaq zehnini düşünməyə xərcləyirsən, o negativ düşüncələrin burulğanının içərisinə düşürsən, bu da getdi bura və nəticədə sənin enerji depon budur. Enerji depon boş. Bəs biz nə etməliyik? Təbii ki, bu enerji depomuzu nəyə sərf etdiyimizə baxmalıyıq. İlk olaraq mən qeyd edim ki, enerji deposu hər insanda fərqli bir şeylərə sərf oluna bilər. Amma bu əksər hallarda münasibətlər və emosiyalarla bağlı olur. Hansı ki, bizim daxilimizdə keçmişlə bağlı barışmadığımız məqamlar, buraxa bilmədiyimiz duyğular varsa, təbii ki, bu enerjimiz arxa fonda ona sərf olunur. Bunu mən nəyə bənzədə bilərəm? Məsələn, biz istər telefonda, istər kompüterdə işləyən zaman bir neçə proqramı açdıqda, əsas ekranda olan proqramla işlədiyimiz halda arxa planda, yəni RAM-da digər proqramlar da aktiv olur. O telefonun, kompüterin enerjisinə təsir göstərir. Eləcə də bizim emosiyalarımız, keçmişlə barışa bilmədiyimiz məqamlarımız, bəlkə həll edə bilmədiyimiz situasiyalar qalır arxa planda və bizim enerjimizi alır.
və nəticədə biz özümüzü yorğun, məqsədsiz, gələcəyə baxa bilməyən bir insan kimi görünürük. Əgər həyatda xoşbəxt olmaq istəyirsənsə, bəlkə arzuladığın uğurlar var, onlara çatmağa çalışırsan, bəlkə də hələ beynində onu canlandırmırsan, amma getməyin yolunu bilmirsən. Burada ilk addım məhz enerji deponu sağlam saxlamaqdır. Bu enerji deponu bu şəkildə saxlasan, inan ki, sən onu məqsədinə yönəldəcəksən və məqsədinə tez bir zamanda çata bilərsən. Burada vacib olan məqam budur ki, ilk növbədə bizim enerjimizə təsir edən məqamlar nələrdir, bunları araşdırırıq. Yəni, mən yuxudan oyananda, tez bir zamanda telefona qaçıramsa, uzun müddət orada reels, yəni qısa videolar izləyirəmsə, bu təbii ki, mənim enerjimə təsir göstərəcək. Beynimi mən yanlış bir şeylərlə proqramlayıram. Səhər öz yerində bu getdi. Günümüzün əsas hissəsini məhv elədik. Ondan sonra baxırıq ki, biz keçmişdə barışmadığımız məqamlarla daxilimizdə nə qədər mübarizə aparırıq. Özümüzün buraxa bilmədiyimiz duyğularımız, bəlkə dəyərlərimizlə üst-üstə düşməyən hansısa bir hərəkətlərimiz var. Bunlara nəzər yetirməliyik. Misal üçün, bəzi insanlar var ki, sevmədiyi işdə çalışır və ona məna verə bilmir. Tutaq ki, pul xatirinə edirəm deyir, amma bəzi şeylərə dırnaqarası dözür. Bunu araşdırmaq lazımdır. Sənin dözmədiyin məqamlar hansıdır? Puldan başqa səni orada saxlayan hansı məqamlar var? Əgər həqiqətən də sən ona məcbursansa, burada başqa hansı alternativlər haqqında düşünmək olar? Sən uzun müddətli oradasansa, amma oranı sevmirsənsə, başqa çıxış yolları niyə axtarmırsan? Bu məqamları araşdırmaq lazımdır. Və yaxud da elə insanlar var ki, insanlar arası münasibətlərdə çətinlik çəkir. Yəni, kiminsə ona dediyi söz avtomatik təsir göstərir və yaxud da kiməsə etdiyi yaxşılığın qarşılığını almayanda özünü narahat hiss edir. Bunları araşdırmaq lazımdır. Kiməsə nifrət edir və ya daxilində pasiv aqressiyası var. Bunları araşdırmaq lazımdır. Bundan əlavə münasibətlərində, romantik münasibətlərində çətinlik yaşayan insanlarda mütəmadi olaraq bu enerji boşalması olur. Onlar enerjini yanlış istiqamətə yönəldir ki, sən enerjini tam şəkildə saxladın. Heç bir yerə yönləndirmirsən, heç bir zərərli vərdişin yoxdur. Yanlış işlərlə məşğul olmursan, sənə uğur gətirməyəcək bir şeyə vaxtını həsr eləmirsən. Bu şəkildə doludur. Bu şəkildə dolu da qala bilmir. Əgər sən bunu düzgün yerə istifadə eləməsən, onsuz da bu yanlış yerə istifadə olmaq üçün hazırdır. Amma düzgün şəkildə istifadə etsən, inan ki, bu 10 qat artır və sənə daha çox dəstək olmağa başlayır. Burada bizim ikinci işimiz olur, həmin enerjini düzgün istiqamətləndirmək. Burada isə coaching proqramları, coaching seansları daha doğrusu insanın köməyinə çatır. Ən əvvəldə psixoloji seanslar almaq, o enerjini düzgün yerə sərf etmək yollarını öyrənmək. İkinci planda isə, daha doğrusu enerjisini yanlış yerə sərf etdiyimizi başa düşmək. İkinci hissədə isə artıq o enerjimizi sağlam istiqamətə necə yönləndirə bilərik. Bu haqda siz məlumat almış olursunuz. Bunu özlüyünüzü araşdıraraq da edə bilərsiniz və yaxud da bu sizin üçün çox çətindirsə, coaching proqramlarına müraciət edə bilərsiniz, coaching seansları götürə bilərsiniz. Dediyim kimi, enerjinizi düzgün istiqamətləndirin. Həyatda uğur qazanan insanlardan hiçbir şeyiniz əksik deyil. Siz də uğurlu ola bilərsiniz, siz də arzularınıza, məqsədlərinizə çata bilərsiniz. Enerji deponunuzu həmişə belə dolu saxlasanız, onu düzgün istiqamətdə yönləndirməyin yolunu da tapacaqsınız. Minnətdaram videonu izlədiyinizə görə. Əlavə olaraq onu qeyd edim ki, bizdə coaching seansları da artıq mövcuddur, psixoloji seansları da mövcuddur. Bununla bağlı dəstək almaq istəyənlər mənə şərhdə və yaxud da nömrəni qeyd edəcəm, nömrədə yaza bilərsiniz. Xüsusilə YouTube kanalından gələnlərə isə əlavə endirimi olunur. Təşəkkürlər izlədiyiniz üçün bir daha. Növbəti videoların davamı üçün videonu izləmədə qalın. Əgər ətrafınızda dəyişməsini istədiyiniz şəxslər varsa, videonu onlara da göndərə bilərsiniz. Təşəkkürlər.